Dostlar salam və hər zaman kimi hər vaxtınız xeyir olsun. Bu gün sizinlə Dreamy brendinin ən son və bu ailənin ən incə modeli olan robot toz soranı Dreamy X60 Ultra Complete haqqında danışacağam. Toz soran yenicə təqdim olunub. Əsas müştərilər də böyük evi olan, evi tam təmizləmək istəyən, hətta ev heyvanı olan ailələrdir. Yəni bu gördüyünüz robot toz soran klassik robot toz soranlardan fərqlənir və sizə deyim ki, premium sinifə aid olan bir cihazdır. Gəlin ilk olaraq qutusundan nələr çıxır, onları sizə göstərim. Daha sonra digər bütün özəllikləri barəsində detallı məlumat verəcəm. İlk olaraq onu deyim ki, qutu daxilində cihaz üçün lazım olan hər şey və bunlardan əlavə cihazın uzun müddət işləməsi üçün əlavə ehtiyat hissələri var. Yəni smartfon brendləri kimi Dreamy düşünməyib ki, əlavə komponentləri ayrıca satsın, əksinə artıqlaması ilə qutuya yerləşdiribdir. Qutu daxilində belə bir başqa qutu da var ki, burada cihazın üzərində gələn parçaların ehtiyat hissələri yer alır. Məsələn, bu gördükləriniz HEPA filtrlərdir. Bundan 2 ədəd var. Əlavə olaraq biri də toz soranın üzərində gəlir. Bir də silikon fırça var ki, bunun bir cütü də yenə toz soranın altına yerləşdirilibdir. Hansı ki, təmizliyi eləyən əsas fırçalar məhz bu silikonlardır. Belə formada hazırlanmasının səbəbi də tük dolaşımının qarşısını almaqdır. Bildiyiniz kimi, robot toz soranların ən yaralı yeridir və Dreamy artıq bunun həllini tapıb. Tükləri əllə təmizləməyə ehtiyac yoxdur. Fırçadan danışmışkən, ehtiyat hissələri arasında bir dənə də belə yan fırçası var. Bu da toz soranın gövdəsinə görə təmizləyə bilmədiyi yerləri sormaq üçün uzatdığı qoludur. Ehtiyat hissə olaraq bura qoyulubdur. Bir də toz soranın altında yerləşir. Əlavə olaraq 6 ədəd döşəmə silgi başlığı da var. Yəqin bildiniz bunlar nə üçündür? Toz soran evi silmək xüsusiyyətinə də sahib olduğuna görə belə silgilərə ehtiyacı var. Son olaraq 2 ədəd toz torbası 1 litrdə təmizləyici vasitə qutuya yerləşdirilib. Uzun sözün qısası, bu göstərdiklərim sadəcə ehtiyat hissəsi olaraq gələn qutunun daxilindədir. Amma bu da son deyil. Əsas qutuda başqa vasitələr də var. Gəlin onlara baxaq. Daha 2 ədəd 200 ml təmizləyici vasitə, üzərində ev heyvanı fotoları var ki, əgər evinizdə balaca dostunuz varsa, onlara təhlükə yaratmasın deyə bu təmizləyici vasitələri istifadə etmək lazımdır. Daha 1 ədəd toz torbası və 2 ədəd döşəmə silən başlıq yenə qarşımıza burada çıxır. Son olaraq təbii ki, robot toz soranın özü və böyük stansiyası bu qutunu tamamlayan digər parçalardır. Gəlin əvvəlcə toz sorandan danışaq, daha sonra stansiya barəsində də geniş məlumat verəcəm. Dreamy X60 Ultra Complete brendin bu günə qədər ki, ən incə toz soranıdır. Hündürlüyü 7.95 cm-dir, hansı ki, bu rəqəm ona imkan verir ki, mebel, masa, çarpayı və girilməsi çətin olan yerlərin altına girib orada rahat təmizlik apara bilsin. Təbii ki, bunu altında olan 2 təkəri vasitəsilə eləyə bilir, lakin ehtiyac yarandığı halda toz soran təkərləri vasitəsilə boyunu artırıb 8.8 cm hündürlükdə olan maneələri keçə bilir. Bu da harda lazım olur? Təbii ki, evin otaqları arasında keçidlər varsa və yaxud toz soranın hamam otağına keçməsini istəyirsinizsə. Toz soranın altında başqa nələr var? 2 ədəd əsas və 1 ədəd də yan fırça. Hansı ki, bunlardan bir dəsti də ehtiyat hissəsi olaraq qutudadır. Əgər toz soranın eyni zamanda evi silməsini də istəyirsinizsə, bu zaman döşəmə silənləri yerləşdirməyə lazımdır. Onlar maqnit vasitəsilə çox rahat şəkildə uyğun hissələrə yapışdırıla bilir. Bu arada yan fırça, bir daha qeyd edeyim ki, sırf küncləri və gövdənin ovallığından dolayı əsas fırçanın çata bilmədiyi yerləri təmizləmək üçündür. Silgilərdən biri də bu fırça kimi kənara çıxıb təmizlik eləyə bilir. Gələk üstünə. Burada qapağın altında toz saxlanıcı və onun da içində HEPA filtr var. Əslində toz qabını hər dəfə boşaltmaq lazım deyil. Modelin əsas üstünlüyü odur ki, özü daxilinə yığdığı tozu ana stansiyaya boşalda bilir. Sadəcə siz zamanla bu qutunun daxilində olan HEPA filtri təmizləməlisiniz ki, diqqət eləyin, yuyandan sonra mütləq qurudub yerinə qoymaq lazımdır və bu filtrdən 2 ədəd də ehtiyat hissəsi olaraq qutusunda var. Baxın burada, toz soranın ön tərəfində AI kamera, lidar və üzərində özünü gizlədə bilən sensorlar yerləşdirilibdir. Bu özünü gizlədə bilən hissə çox maraqlıdır. Əgər toz soranın hündürlüyü aşağı olan bir əraziyə daxil olursa, məsələn mebelin altına, bu zaman özü avtomatik sensorları içinə yığır və təmizlik üçün əraziyə daxil olur. Bu üçlü, yəni kamera, lidar və sensor evin xəritəsinin çəkilməsində 280-dən çox əşyanın tanınmasında birbaşa iştirak eləyir. Məsələn, yerə düşən bir AirPods başlıq varsa, toz soran onu tanıyır və ondan yan keçir. Yəni sistemin özü ağıllıdır. Kabelə ilişmir, lazımi əşyaları sormur və ilişib qalmır. Üzərində olan işığı ilə isə qaranlıq şəraitdə də işləmə xüsusiyyətinə sahibdir. Bu arada bu kamera və sensorlar sizin evdəki gözünüzdür. Evdə olmayanda işə salıb tətbiqdən evə nəzarət etmək mümkündür. Gələk əsas məsələyə, Dreamy X60 Ultra'nın sorma gücünə. Bilirəm, bir çoxlarının, xüsusən də
robot toz soranı olanların bu cihazlarda ən narazı olduğu hissə toz soranın sorma gücüdür. Çünki robot toz soranlar adətən evin dərin təmizliyini adi toz soranlar qədər effektiv etmirlər, xüsusən də xalça kimi yumşaq səthlərdə. Amma Dreamy bu modelində 35.000 Pascal fantastik sorma gücü ilə bu işin də öhdəsindən maksimum gələ bilir. Yəni adi taxta döşəməni 10-20.000 Pascal gücü olan toz soranlar rahat təmizləyir. Amma iş xalçaya gələndə X60 Ultra 35.000 Pascal sorma gücünə qədər qalxır və öz ağırlığı ilə döşəməyə vakuum tətbiq edə bilir. Yəni bir növ güc tətbiq eləyib yapışır və sonra sorur. Nəticə isə möhtəşəm alınır. Daha gündəlik bu toz soran işləsin, ayda bir dəfədə özüm başqa toz soranla dərin təmizləyərəm, dərdi olmur. Kökündən məsələni həll eləyir. Amma modeli premium eləyən təkcə toz sorma özəlliyi yox, döşəmə silmə imkanıdır. 2 ədəd aktiv siləni ilə tətbiqdən təlimat verdiyiniz halda əvvəlcə sorma, daha sonra silmə əməliyyatını eləyir. Bu necə çalışır? Ekranda gördüyünüz kimi. Məsələn, hər hansısa bir səthdə çirkli nəsə varsa, əvvəlcə tozunu sorur, daha sonra həmin səthdə təmizliyi həyata keçirir. İndi siz təsəvvür eləyin ki, təmizlik sırasında silgiləri yuyub qurutmaq lazımdırsa, özü stansiyasına qayıdır və 100 dərəcə temperaturda tam steril olana qədər yuyur, daha sonra onu tam qurudub işinin başına gələrək qaldığı yerdən davam eləyir. Sistem süni intellektlə çalışdığına görə harada nə yarımçıq işi varsa onu yadında saxlayır. Əgər işi xalça üzərindədirsə, bu zaman silgilərini gövdəsinin içinə çəkərək xalça ilə təmasının qarşısını alır. Gələk stansiyasına, görək burada nə baş verir. Dreamy'nin əsas sirri məhz elə bu stansiyasıdır. Bu toz boşaldan, yuyan, qurudan, enerji ötürən, bir sözlə evdə bir insanın gördüyü əksər işləri görə bilən bir qurğudur. Toz soranın özünün 6400 mAh batareyası var. Əgər ona enerji lazımdırsa, işi yarımçıq qoyub gəlib stansiyasından enerji ala, daha sonra yenidən yarımçıq qoyduğu yerdən davam eləyə bilər. Bu qurğunun daxilində 2 ədəd su tankı var. Qara olanı çirkli, ağ olanı isə təmiz sudur. O özü avtomatik şəkildə toz soranın silgisini ayırır, yuyur, qurudur və yenidən yerinə qaytarır. Mərkəzi hissədə isə yuyucu vasitə üçün bölmələr yer alır. Burada da ev heyvanınız olduğu halda xüsusi maye tökmək mütləqdir. Hansı ki qutusunda 2 ədəd göndərilir. Düz onların yanında toz torbası yerləşir. Qutu daxilində daha 3 ədəd ehtiyat torba göndərirlər. Əslində buna nəzarət etməyə ehtiyac yoxdur. Ana stansiya özü toz soranın daxilində olan tozu bura çəkir və bunu doldurur. Nə zaman ki tam doldu, bu halda sizə telefondan bildiriş göndərilir ki, artıq boşaltmaq lazımdır. Siz sadəcə su tanklarına və burada olan toz torbasına tətbiqdən nəzarət edib dəyişməlisiniz. Tətbiq tərəfi Dreamy X60 Ultra Complete-in ən güclü hissələrindən biridir. Çünki bu cihaz sadəcə robot toz soran kimi yox, tam ağıllı ev əşyası olaraq çalışır. Tətbiqdən evin xəritəsini otaq-otaq bölmək, hansı otağın nə zaman təmizlənməli olduğunu seçmək, hətta müəyyən əraziləri ümumiyyətlə qadağan etmək mümkündür. Məsələn, evdə kabel çox olan bir hissə, uşağın oyuncaq zonası və ya heyvanın yemək qabının olduğu ərazi varsa, həmin yerləri non-go zone kimi qeyd edə bilərsiniz. Bundan əlavə, tətbiq üzərindən yalnız müəyyən otağı sildirmək, yalnız toz sorma etdirmək və ya xalçaları avtomatik tanıyıb orada gücü artırmaq kimi detallı ayarlar da mövcuddur. Ən maraqlı hissələrdən biri isə cihazın üzərindəki AI kamera vasitəsilə evə uzaqdan nəzarət imkanının olmasıdır. Yəni evdə olmadığınız halda tətbiqdən robotun kamerasını açıb evdə nə baş verdiyinə baxmaq mümkündür. Bu süni intellekt sistemi həm də ev heyvanlarını tanıyır, maneələri yadda saxlayır və zaman keçdikcə təmizlik marşrutunu daha da optimallaşdırır. Yəni istifadə etdikcə cihaz evinizi öyrənir və daha ağıllı çalışmağa başlayır. Ümumiyyətlə bir müddət istifadə elədikdən sonra evdə robotun işlədiyini belə unutmağa başlayırsınız. Çünki sistemin əsas məqsədi minimum insan müdaxiləsi ilə maksimum təmizlik əldə etməkdir. Sadəcə onu da nəzərə almaq lazımdır ki, bu qədər funksionallığın qarşılığında stansiyanın ölçüsü kifayət qədər böyükdür və evdə onun üçün ayrıca yer ayırmaq lazımdır. Səs məsələsinə gəldikdə isə normal təmizlik rejimində çox aqressiv səslə çalışmır, amma ana stansiya tozu boşaldanda güclü vakuum səsi eşidilir ki, bu da belə premium sistemlər üçün məncə normal hesab oluna bilər. Yəni ümumi olaraq Dreamy X60 Ultra Complete artıq klassik robot toz soran yox, bazardakı ən aqressiv avtomatlaşdırılmış təmizlik sistemlərindən biridir. Yekunda Dreamy X60 Ultra Complete sadə bir robot toz soran deyil, o ağıllı ev yoldaşı və ağıllı ev əşyasıdır.
Əgər böyük eviniz və geniş otaqlarınız varsa, mütləq seçimləriniz arasında olmalı modellərdən biridir. Qiymətinə gəlincə, bəli, model premium və üst segment hədəfləyir, lakin Azərbaycan bazarında xüsusi kampaniyaları var ki, əsas qiymətə çox ciddi endirim elan eləyirlər. Maraqlanmaq üçün açıqlama qismində link və Dreamy'nin rəsmi səhifəsinə keçid yerləşdirəcəm. Oradan tanış ola bilərsiniz. Son söz isə sizdədir. Siz evdə robot tostçudan istifadə edirsinizmi və performansı sizi qane edirmi? Rəy bölməsində fikirlərinizi mənimlə bölüşün. Bu tip icmallar maraqlıdırsa, videonu bəyənməyi unutmayın ki, davamlı olsun.